Bismillah. At ilinin xarakteri və hansı bürclərə düşərli olacaq? Çin təqviminə görə 2026-cı il at ilidir. At ili enerjisi hər zaman aktivlik, hərəkət, yeni başlanğıclar və sürətli dəyişikliklərlə bağlıdır. Bu ilin xarakterini və bürclərə təsirini belə izah etmək olar. At ilinin xarakteri: 1. Hərəkətli və dinamik. At ili hərəkət, səfər, dəyişiklik və təşəbbüslə bağlıdır. 2. Qeyri-sabitlik. Bəzən ani qərarlar və gözlənilməz hadisələr ola bilər. 3. İddialı və müstəqil. Özünü göstərmək, liderlik qabiliyyətini artırmaq üçün əlverişlidir. 4. Sosial və ünsiyyətçil. Yeni tanışlıqlar, dostluqlar və əməkdaşlıqlar üçün əlverişli dövrdür. At ilinin uğurlu olacağı bürclər. Çin astrologiyasında bürclərin bir-birinə uyğunluğu var. 2026-cı il at ilində ən çox uğur gözləyən bürclər bunlardır. İlan. At ilində ilan bürcü üçün dostluq və pul məsələlərində uğur çoxdur. Heyvanı at olanlar. Öz ilində doğulanlar üçün önəmli imkanlar və uğurlar var. İt bürcü işdə və şəxsi həyatda stabil uğur əldə edə bilər. Meymun. At ili dəli meymun üçün yaradıcılıq və aktiv uğur gətirir. Diqqət etməli bürclər. Dovşan. At ili üçün biraz çətinlik və sürprizlər ola bilər. Diqqətli olmaq lazımdır. Tovuz quşu, qoyun, keçi. Bəzi maliyyə və sağlamlıq məsələlərində ehtiyatlı olmaq tövsiyə olunur.